Salam dostlar, salam əziz qardaş və bacılar. Necəsiz? Ümid edirəm ki, yaxşısınız və yaxud yaxşı olmağa neyinirsiniz, çalışırsınız. Bu günləri sizinlə OKB-dən danışmaq istəyirəm. OKB, obsessiv kompulsiv bozuntu. OKB nədir, bilirsiniz? Obsessiya odur ki, yəni bir düşüncə, negativ düşüncə pastayan beyninizdə fırlanır. Ritual действиyalar, yəni kompulsiv действиyalardır. Yəni rituala çevirirsiniz onu, anlatabildim mi? Yəni məsələn, OKB-şniklər var ki, gərək bir neçə dəfə, 100 dəfə saysın nəysə, qazı 100 dəfə yoxlasın, söndürüb, söndürməyib və yaxud işıqları söndürüb, söndürməyib, maşınları yolda saysın və yaxud cürbəcür действиyalar edir, negativ действиyalar, buna ritual deyirlər, rituallaşdırırlar. Onu nəyə görə eləyirlər? Bunlarda hər hansı bir düşüncə olur. O düşüncədən öz aləmində kontrolu almaq üçün düşüncəni və o düşüncədən uzaqlaşıb rahatlaşmaq üçün, yəni o qədər trivojlu olur ki, təşviş həyəcan, o rituallarla özünü qorunmuş kimi sayır və rastlabdiyini verir özünə, güyəm ki, rahatlaşır, anlatabildim mi? Amma ritual özü düzgün bir texnika deyil, bunu insanlar bilmirəm nəyə görə seçiblər, nəyə görə bu əməlləri edirlər. Bəzən insanlar var ki, pastayanı təzyiqin ölçür, bu rituallardır. Bir yerə gedəndə dərman aparır və yaxud, nə bilim, bir açıq prostranstvoyalara gedməyə qorxur, artıq gedmir ora. Elələri var, vəbşə evdən bayıra çıxmır, elələri var, samalyota minmir. Yəni, bu özünü güyəm ki, qoruyur və güya rahatlaşır. Bu evdə olanda buna heç nə olmaz filan, bu cür düşüncələr. Əslində o kompulsiv действиyalar hamısı podkripit eləyir, həmən o düşüncələri biraz da yerini möhkəmləndirir, biraz da elə bir geriyə qaydanda yeni güclə qayıdır. Bəzən gəlirlər üstümüzə xəstələr ki, qurban olum, elə ki, bu düşüncə mənim beynimdə olmasın. Yəni, bilmirəm, hansı dərmanla, hansı texnika ilə özünə tamamilə əziyyət vermək istəmir. Mən indi 1-2-3 dənə texnikalar deyəcəm. Ən əsas texnikalardan biridir ki, bu düşüncələrdən rahatlıqla uzaqlaşmaq olur. Yəni, düşüncələri bildiyiniz kimi beyindən heç vaxtı pozmaq olmaz. Yəni, onu bu kompüter deyil ki, götürəsən həmən faylı pozasan. Bu mümkünsüz bir şeydir. Təbii, indi nə qalır eləmək? Ona atnaşeniya, yəni ona qarşı, necə deyim, münasibəti dəyişmək lazımdır. Anlatabildim mi? Yəni, o düşüncələri mənasız eləmək lazımdır. Necə ki, qoyursunuz bir dənə qorxulu film, bir dəfə baxırsınız, qorxursunuz. İkinci dəfə baxanda orta qorxursunuz. Üçüncü dəfə baxanda artıq oradan gülməli epizodları axtarıb tapırsınız, gülürsünüz. Elədirmi? Yəni, o sizin gözünüzlə yavaş-yavaş zəifləyir. Düzdürmü? O cümlədən də bu düşüncələr belədir.
gərək düşüncələri olduğu kimi qəbul edəsiz. Birincisi, düşünəsiz ki, qoy bu mənim həyatımın bir parçasıdır, həyat tərzim belədir, qoy olsun. İzbiqaniyasız, yəni izbiqaniya qaçmaqla alınmaz. Yəni nə qədər qaçsanız izbiqaniya olsa, o qədər də siz o düşüncələri beyninizdə zakreplət edirsiniz, yəni möhkəmləndirirsiniz. Heç bir действиясız. Yəni ay düşüncə gəldi, mən durum gedim, namaz qılım və yaxud Quran oxuyum, nə bilim, dualar eləyim, filan eləyim. Onunla siz действияlarla rituallaşdırırsınız və özünüzə rahatlıq tapırsınız və düşünürsünüz ki, bu nədirsə Allahla bağlı olan bir şeydir, nədirsə cadı ilə bağlı olan bir şeydir, nədirsə bu mənim günahlarıma görədir və izbijat eləyirsiniz. Ondan qaçmağa çalışırsınız. O biraz da möhkəm olur. Ona görə uzun illər o sizdən gelmir. Olduğu kimi qəbul eləməlisiniz. İkincisi, bilməlisiniz ki, bu düşüncələr əsassızdır. Bu düşüncələrin heç bir məntiqi yoxdur, heç bir gücü yoxdur və heç vaxt da reallaşa bilməz. Bu üçündür. Onu necə eləməlisiniz? Götürün beyninizdə bir dəqiqə ərzində düşünün ki, nə bilim, yaşıl rəngdə dəvə. Düşünün. Yaşıl rəngdə dəvəni özünüzdə düşünün. Çalışın ki, bu bir dəqiqə ərzində düşünməyəsiniz. Yəni, bir dəfə düşündünüz yaşıl dəvə haqqında, sonra bir dəqiqə çalışın, onu düşünməyəsiniz. Anlatabildim mi? Görəcəksiniz ki, bu mümkünsüzdür və yaxud kimsə silahı diləyir başva ki, bayaq yaşıl dəvə haqqında düşündünsə, indi də yaşıl fil haqqında düşün. Tapanca da beyninizə dirəsələr, siz yenə də həmən o yaşıl fili düşünəcəksiniz. Yəni, bu mümkünsüzdür. Bizim beynimiz elə pastroynudur, tamam mı? Yəni, bilsəniz də ki, öləcəksiniz, bilsəniz də sizi təhlükə gözləyirsiniz, o düşüncəni edəcəksiniz. Ona görə də bunu mənasızlaşdırmaq lazımdır. Düşünün ki, mən, nə bilim, bananam. Oturun, gecə-gündüz fikirləşin. Banana çevrilirsinizmi? Bu mümkünsüzdür. Yəni, ona görə də bu düşüncələr hamısı məntiqsizdir, əsassızdır, boş düşüncələrdir. Deməli, bilməlisiniz ki, bu düşüncələrə inanmaq olmaz. Bu ikinci. Yəni, qətiyyətlə ubicdə inamı yığışdırmaq lazımdır. Olduğu kimi saxlamaq lazımdır, yəni qəbul eləmək lazımdır və inancını itirmək lazımdır, yəni inanmaq lazım deyil ona. Üçüncü də, mənim əzizlərim, ritualları yığışdırmaq lazımdır. Nə qədər çətin olsa da bir şeyi təkrar eləməklə və yaxud hansısa açıq prostransiyaya bağlı prostransiyyalara girməməklə özünüzü rahatlaşdırırsınızsa, bunun əksinəsini eləməlisiniz. Yəni, bu rituallar daha da sizin düşüncələrinizi zakreplət edir. Tamam mı? Çətin də olsa, amma bir müddətdən sonra görəcəksiniz ki, siz bu düşüncələrdən, negativ düşüncələrdən qurtulmuşsunuz. Anlatabildim mi? Yəni, hər bir düşüncə avtomatikdir. Onları yığışdırmaq qeyri-mümkündür. Bu, bütün insanların beyninə gələn düşüncələrdir. Yəni, tək siz deyilsiniz, sadəcə siz ona reaksiyanızı başqa cür bildirirsiniz. Anlatabildim mi? O yüzden siz həmən çətinliklərlə rastlaşırsınız. Bu texnikaları etdikdə
yenə də izbiqaniyalardan və yaxud rituallardan istifadə eləməməlisiniz. Yəni, durum gedim, bu deyib, bu texnikanı, düzdür, mən bunu qəbul edeyim olduğu kimi, amma gedim namaz da qılım ki, Allah mənə kömək olsun filan. Yenə də bu rituala çevrilir və bu ritualdan, hətta siz həkimləri belə rituallığa dəvət edirsiniz. Bəzən gedirsiniz, deyirsiniz ki, doktor, mənə 100% de görün, mən dəli ola bilərəm, yoxsa yox. Və yaxud 100% mənə deyə bilərsiniz, filan xəstəlik məndə yoxdur və yaxud pozulmayacaq beynim və yaxud s. Onu həkimdən belə istəyirsiniz, anlatabildinmi? Yəni, все ravno siz rituala çevirmək istəyirsiniz. Ritualı aradan qaldırın. Ən çətin texnikalardan biridir, amma ən güclüsü də odur. Yəni, nə qədər ritualları eləməsəniz, o qədər də sizin həmən o düşüncələr mənasız olacaq. Tamam mı? Yəni, söhbət sizin o yenə də o düşüncələrdə deyil, negativ düşüncələrdə deyil. Siz axtarırsınız ki, o düşüncələri rastladıqsa edək, yəni zəiflədək ki, bu ritualları da eləməyim və yaxud ümumiyyətlə rahat yaşayayım. Əsas onda deyil, əsas ubicdeniyadadır, ona nə dərəcədə inandı. Əsas inamdan başqa əsas odur ki, ona qarşı münasibətiniz ən əsas. Yəni, siz onu bir başqa cür münasibətdə olursunuz, ona görə başqa cür qarşılayırsınız onu, anlatabildim-mi? Atnaşeniya. Əsas bunlardır. Yəni, düşüncə lüboy bir insana gələ bilər. Hər bir insana düşüncə gəlir avtomatik olaraq. Onlarsız insan yaşaya bilməz. Onlarsız heç bir hərəkət eləyə bilməz. Onlarsız yəni, özünü qoruya bilməz. Anlatabildim-mi? Bu avtomatik düşüncələr olmalıdır. Anlatabildim-mi? Siz ancaq səhv salırsınız və düşünürsünüz ki, bu düşüncələr qətiyyətlə məndə olmamalıdır. Ancaq yaxşı düşüncələr ola bilər. Amma düşünmürsünüz ki, bizim şuuraltımızın 95%-i negativdən, avtomatik düşüncələr negativindən asılı olan bir şeydir. Yəni, o ancaq negativlərdir orada. Çünki beyin elə nastroyundur ki, səni qorumaq üçün, səni yaşatmaq üçün həmən o düşüncələr, avtomatik düşüncələr lazımdır deyə qorunur, saxlanılır. Yəni, həm də həyat tərzindir. Yəni, həyat təcrübəndir. Nə qədər ki, nələr ki, yığmısan podsaznaniya, şuur altına, onlar avtomatikə çevrilir və gündəlik sizin həyat tərzinizə bəzən mane olur. Anlatabildim-mi? Ona görə də çalışın, hər bir düşüncəyə inanmayın, hər bir düşüncəni oturub xırdalamayın. Çünki bir şeyi xırdalasaz, onun içindən bir düşüncə çıxacaq, o da negativ olacaq. Onu xırdalayacaqsınız, onun içindən bir dənə də çıxacaq. Bax, bu cürlə başlayacaq sizi yormağa, zamknutda kruga düşəcəksiniz, labirintə düşəcəksiniz və bütün enerjiniz gedəcək. Bütün enerjiniz, axı, beyin hamısı enerji tələb edir. Bunlar gedəndən sonra sizdə əzginlik, yorğunluq, ağrılar baş verəcək və düşünəcəksiniz ki, mən deyəsən ağır xəstəyəm, rakam, nə bilim nəyəm və s. Anlatabildim mi? Ona görə də bunun olmamağı üçün mən dediyim şərtləri əməl edin. Sağ olun, sağlıqla qalın.